Allah Taala insanı gözəl bir biçimdə yaradıb. Onu gözəl bir biçimdə xəlq edib. Ona ruzi verib. Məxluqatına verdiyi ruzidən pay ayırıb və həmçinin də onun əcəlini yazıb. Hər bir məxluq, hər bir insan onun üçün Allah Taala'dan ayrılmış bir ruzi və bir əcəl var. Və o insan bu dünyada bu ruzi ilə, məlum olan bu ruzi ilə yaşayır və məlum olan əcələ doğru gedir. Və elə ki əcəli qutarır, elə ki ruzisi qutarır, əcəli gəlir. Və heç bir məxluq axırıncı ruzisini yeməmiş əcəlinə çatmır. Allah Taala buyurur: "Qul lakum mi'ad yawmin la tasta'khirun anhu sa'atan və la tastaqdimun." De, sizin üçün vəd olunmuş bir gün var. Nə tezləşər, nə də gecikər o gün. Həmçinin bilmək lazımdır ki, ölüm bu dünyadan o bir dünyaya keçid üçün bir dayanacaqdır. Ona görə də bu dayanacağa çatmamışdan qabaq hər bir kəs dayanıb o dayanacağa necə çatacağını düşünməlidir. Və elə insanlar var ki, o dayanacağı heç yada da salmır. Və onun yanından sanki ötüb keçəcəklər kimi həyatlarını davam etməkdə, ömürlərini sürməkdədirlər. Və bilmirlər ki, bu dünya sadəcə bir keçiddir. Və elə bir kölgədir ki, bir müddət sonra, günəş batdıqdan sonra o kölgə itəcək. Və bu dünya kədər dünyasıdır. Və bu dünya elə bir vəfadır ki, o vəfasına heç vaxt sadiq olmaz. Bu dünya vəfasına xəyanət edən bir dünyadır. Bu dünyanın sevgisi yalan, təzəsi isə köhnədir. Və insanlar bu dünyada qonaqdır və bir müddət sonra isə köçüb gedəcəklər.